Salam, hər vaxtınız xeyir olsun. Əziz kanal izləyiciləri, yenə İsmail rayonunda qeyd etdiyim kimi yeni etkili mülklərimiz dayanmadan satışa çıxarılır və yüksək keyfiyyətlə. Yəni bir ev paylaşmışdım. Həmin evə uyğun olaraq, yəni həmin dizaynda başqa bir evimiz. O 110 kvadrat idi, bu 120 kvadratdır. Həyəti 4 tərəfi yenə daş asaq, dəmir darvazası, gecə işıqlandırılması avtomatik və üstü hovuzlu. Hovuz da yenə burada da doldurulubdur, yuğulur, dərmanı vurulubdur və burada da motorxanalardır. Hazırda onlar da qoyulubdur. Qeyd etdiyim kimi həyət mazarka metla döşəmə, çox gözəl bir zövq uyğun olaraq dekorativ ağaclar və evin görünüşü, panorama dağ, şəbəkəli pəncərələr, mərmər, mərmər döşəmə iləndir. Həyəti göstərim burada sizə və daxil olduq. Daxil olanda yenə ev ümumilikdə 120 kvadrat, 5 otaqlıdır. Üzüm 4 otaqlıdır və o birisinə baxanda ümumi 3 yataq otağı və bu qonaq otağıdır. Qonaq otağı birbaşa həyətə panoraması nəzərdə tutulub. Geniş, gözəl, səliqəli, tam təmirli. Işıqlar qoşulmadığı üçün tam şəkildə yandırıb sizə göstərə bilmirəm. Deməli, gördüyünüz kimi ikinci otaq, otağı nəzərdə tutulub. Pəncərələrin qarşısı mərmərdir, padakolnikdir, təmiz mərmərdir və qapılar Evro qapılardır. Gördüyünüz kimi ağ qapılar. Üçüncü otağımız tam təmirli, mebelli, düz yaşaq və dördüncü otaq sanitar qovşağı. Bu da hal-hazırda bir dənə asma tavan qalıbdır hazır şəkildə və mətbəx. Mətbəxdə tam təmir olunubdur, yalnız mebel vurulacaq və qeyd edim ki kombi qoyulmayıbdır nə baseniyə, nə evə. Sistem çəkilibdir, hazır vəziyyətdədir. Maraqlananlar əlaqə telefonumuza zəng eləyib ətraflı məlumat ala bilər. Bu evin də qiyməti yəni 200.000 manatdır, son qiyməti. Maraqlananlar əlaqə telefonumuza zəng eləyib ətraflı məlumat ala bilər. Sənədlər qaydasındadır, birbaşa alıq-satqıya getmək üçün heç bir problem